Bugün sizlərlə yağda bişən pirajkinin reseptini paylaşıram. İlk olaraq 5-6 ədəd kartofu soyub doğrayıram və pişməyə qoyuram. Kartof bişdikdən sonra isə onun 200 ml 2 stakan suyunu qaba əlavə etdim. Üzərinə 1 stakan un, sonra isə şəkər, toz əlavə edirəm. Ardınca maya əlavə edib 4 xörək qaşığı duru yağ tökürəm və yaxşıca qarışdırıram. Ardından isə 1 xörək qaşığı duz əlavə etdim. Duzun miqdarını öz zövqünüzə uyğun tənzimləyə bilərsiniz. Burada diqqətli olun. Sonra 2-ci, 3-cü və 4-cü stakan unu əlavə edib yumşaq xəmir yoğururam. Ümumilikdə 4 stakandan belə bir xəmir alındı. Xəmiri yoğurduqdan sonra kənara qoyub mayalanmağa buraxıram. Xəmir çox gözəl mayalandı və bu ölçüdən təxminən 25 ədəd pirajki alındı. Hətta 30 ədəd də alına bilərdi. Məndə amma 25 alındı. İçlik üçün kartofu əzib, üzərinə sarı kök, qara istiot, pul biber və duz əlavə etdim. Və artıq pirajkiləri hazırlamağa başlayıram. Çox yumuşaq, ələ yapışmayan və rahat işlənən bir xəmir alındı. Biz ailəlikcə pirajkini çox sevirik və bu reseptdən də çox razıyam. Bu üsulla hazırlasanız, düşünürəm ki, çox bəyənəcəksiniz. Mən peşəkar aşpaz deyiləm, sadəcə öyrənirəm, sınayıram və sizlərlə də bölüşürəm. Həm özüm üçün xatirə qalsın YouTube kanalımda, həm də sizlər bu resepti görüb bəyənəsiniz və hazırlanmağa həvəslənəsiniz deyə paylaşıram. Belə, artıq sonlara gəlirik. Nuş olsun bizə, göz haqqınızı halal edin. Nəticə isə gördüyünüz kimi həqiqətən çox möhtəşəm oldu və bu qədər.